Qadınlar və pul mövzusunda da biraz bu baş verdi. Normalda qadınların maddiyyata çatması və müstəqil olması mən dəstəklədiyim bir şeydir. Bu gözəl bir şeydir. Nəyə görə? Çünki maddiyyat birincisi ailədə bir yox, iki qazanan olur. Nə gözəl. İkincisi maddiyyat imkanlardır. Maddiyyat hər şeyi həll etmir, amma çox şey həll edir. Maddiyyat bahalı həkimdir. Yəni ixtisaslaşmış həkimdir. Maddiyyat bahalı, gözəl, layiqli istirahətdir. Maddiyyat yəni bunların təminatı üçündür. Sadəcə olaraq həm də qadınlar baxımından ailələr var, nəsillər var ki, orada qadını maddiyyat üzərindən sındırırlar və ona görə qadınların maddi azadlığı bu baxımdan önəmlidir. Yəni qadın belə deyək də bir qardaşın, bir atanın və yaxud da bir yəni anormal misallarını nəzərdə tuturam, bir ərin əlinə baxaraq təhsilindən məhrum olmayacaq və yaxud geyim keçimindən məhrum olmayacaq və s. Yəni özünü inkişaf etdirə biləcək, təhsilinə yatırım edə biləcək, yaxşı həkimlərə gedə biləcək. Yəni bu şəkildə.